Ev dustaqlığına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər. Oxaz xəbər verir ki, açıq mənbələrə görə Mehdiyevə aşağıdakı əmlaklar aid edilir. Novxanıda yerləşən üzüm bağları, Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpaqları, o cümlədən Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar sahə. Bundan başqa Mehdiyevin həyat yoldaşı Galina Mehdiyevanın adına Maşdağada 892 sot, qızı Kamilə Əliyevanın adına isə 240 sot torpaq qeydiyyatdadır. Ailənin nəvəsi Nigar Mehdiyeva 2008-ci ildə Bakıda qeydiyyatdan keçmiş Media FM radiostansiyasının sahibi olan Digital Media MMC-də paya sahibdir. Kamilə Əliyevaya İstiqlaliyyət küçəsi 11 ünvanında yerləşən mənzil məxsusdur. Həmin ünvan Infonet MMC və Kaspian Telekom MMC-nin hüquqi ünvanıdır. Bundan əlavə Mehdiyevə Dilarə Əliyeva küçəsi 251A ünvanında bir sıra obyektlər, o cümlədən Topaz və Qala RL mənzil tikinti kooperativləri NLT MMC və Premium Store MMC aid edilir. Siyahıda həmçinin NLT, Servis, Grand Palace, Astoria Tibb Mərkəzi MMC və 2014-cü ildə açılmış sahəsi 5000 kvadrat metrdən çox olan Grandezza Ticarət Mərkəzi MMC qeyd olunur. Həmçinin 50 milyon manat nizamnamə kapitalı olan BTB ASC Bankının 75% Mehdiyevin nəvəsinə məxsusdur. O, eləcə də BTB Leasing ASC və BTB Kapital İnvestisiya Şirkəti ASC-nin təsisçisidir. Bundan başqa Ramiz Mehdiyev Əhmədli qəsəbəsində yerləşən Şərq-Qərb nəşriyyatı ilə əlaqələndirilir. Həmin ərazidə agentliyin binasında 408 mənzilli 16 mərtəbəli yaşayış binası və yaxınlıqda daha bir 16 mərtəbəli bina inşa olunub. Əlaqəli şirkətlər arasında Şərq-Qərb Nəşriyyat Evi MMC və Global EAST West MMC göstərilir. Ailəyə həmçinin Sədərək və Binə ticarət mərkəzlərində paylar, eləcə də bir neçə villa aid edilir. Bakıda Tbilisi prospektində, həmçinin Göyçay, Şamaxı və Göygöl rayonlarında yerləşən bağ evləri. Qeyd edək ki, Ramiz Mehdiyevin ittiham olunduğu maddələr təqsirləndirilən şəxsin əmlaklarının müsadirə olunmasını da nəzərdə tutur.